Qaxda minik avtomobilləri toqquşub 4-ü bir ailədən olmaqla 6 nəfər xəsarət alıb. Hadisə saat 16 radələrində Qax-Qorağan avtomobil yolunun rayonun Turacılı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Qax istiqamətində hərəkətdə olan Honda və Vaz 21099 markalı avtomobilləri toqquşub. Qəza zamanı Honda markalı avtomobildə olan və müxtəlif dərəcəli bədən xəsarətləri alan bir ailənin üzvü olan 4 nəfər Abşeron rayon sakinləridir. Bunlar 1986-cı il təvəllüdlü Mehman Abdullayev, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Şəbnəm Abdullayeva, ailənin 2 övladı 2013-cü il təvəllüdlü İbrahim Abdulla və 2016-cı il təvəllüdlü Ömər Abdulladır. Qəza zamanı xəsarət alan daha 2 nəfər isə Qax rayonu Turacılı kənd sakinləri olan 2 qardaş 1986-cı il təvəllüdlü Şəhlar Bəşirov və 1988-ci il təvəllüdlü Yasin Bəşirovdur. Az yaşlılardan 12 yaşlı Abdulla İbrahim Qax rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Ailənin 2 üzvü Mehman Abdullayev və övladı 9 yaşlı Abdulla Ömər müayinə olunmaq üçün Zaqatalaya göndəriliblər. Digərlərinin müayinəsi Qax rayon mərkəzi xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırma aparılır.